علی فصاحت، علی بلاغت، علی کرامت مولا. ثم الصلاة والسلام على سيدنا ومولانا أبي القاسم محمد وآله الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. اللهم كن لوليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وآينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا وهب لنا رأفته ورحمته ودعاه خيرا ما ننال سعة من رحمتك وفوزا عندك وأقبل علينا بوجهك الكريم برحمتك يا أرحم الراحمين. سلامتی آقا ولی عصر امام زمان علیه السلام صلوات ثانیه. اللهم صل على محمد آل محمد. ارواح طیبات محمد آل محمدی صلوات یاد الیه. ارواح مقدسات جمیع انبیاء، اولیاء، اوصیا، شهدا، صدیقین، صالحین صلوات یاد الیه. محمد آل محمد. ارواح گذشتگان جمع، اموات حاضرین، ارواح مؤمنین و مؤمنات، فقها، سادات، علما، kəsini ki bu məclisləri abad elərmişlər, dünyadan gediblər, onların ruhin bunyanguzar bu məscid mərhum Şeyx Əhməd Muhsininin ruhin, bəli, öz əmvaqlərimizin ruhin, əsatidlərimizin ruhin, xüsusən şühəda Həzrəti İmamın ruhinə bir səlavat hədiyyə edək. سلامتی علمای اعلام، اساتید، مراجع عظام، به سلامتی خاطر، سلامتی
مقام معظم رهبری جلب توجه آقا ولی است صلوات احسانی اللهم صل علی محمد آل محمد. Rəfəqalar bəzi sual eləyirlər, ona dünən gecədən yazı vermişdilər. Ben mənbərdə o suala cavab versəm, mənbərim naqis olar, eləyənmərəm mətləbim təhvil verim. Ona yerdə oturanda sualınızı mənə verin, sən cavab verin. Bir nəhvi münasibəti olsun sualı ki eləysən mənbərimlə. Əgər sualı ki eləyəsiniz, mövzuyu mənbərimlə münasibəti olsa, bəhs elərəm. Amma vaxtı mövzuyu mənbərlə münasibəti olmayı, vəsəti mənbərdə mən gedəm o suala cavab verəm, o mənbər lətafətindən düşər. İnşallah, hər sualınız oldu, yazın verin mənə, baxaram, əgər mövzuyu mənbərimlə mürtəbit olsa, mənbərdə bəhs elərəm. Burada mən neçə cələsə bəhs eləmişəm, در واقع bir cavanın naməsindən cavab veriyəm. Zimnin ki, bəhs eləyəm, tohid eləyəm, onun naməsindən cavab veriyəm. Əgər rubərid olmasa, əgər özü mətləbi təhvil ala bilsə, ki, mənə bir müfəssəl namə yazmışdı. Mən də در واقع ondan cavab veriyəm, münasibəti də, bəli, sualatı yey mənbərimin mövzusu ilə ki, zimni mənbər cavab veriyəm. Məbahis güzəştəmiz xol mehvəri bu mövzu idi ki, İnsan gərək hüviyyət-i vücudun tapa. İnsan gərək zindəgisinin məfhumi ola. İnsan gərək öz həyatın dürüst təfsir eləyə. İnsan vaxtı zindəgisində Fatih oley, piruzi qapısı insanın üzünə açılır ki, insan bu aləmdə düz fikr eləyə, düzəndiş eləyə, düz əməl eləyə. Oradan fəth və piruzi qapısı insanın üzünə açılır. O əşxasdır ki, dünyada Fatih oleylər meydanda və onların hərəkətləri, əndişələri, əməlləri sərmaye aləmi bəşəriyyət olur. Vücud Əba Abdullah Hüseyin sərmaye aləmi bəşəriyyətdir. Hala bəşər qafildir, xəbəri yoxdur. Nə qədər sərmayələr vardır vücud bəşərdə ki, bəşər qafildir. Xəbəri yoxdur, hədərə xəşdir. Amma həqiqət aləmdə insanın həm hüviyyət vücudi səhnə-i Kərbəlada görəysən, həm zindəci insana məfhum verək ki, insan ruh əbədiyyətdir. Mühim bu دریافت مفهوم حیات. آیا حیات انسان همون احساس انسان و حرکت انسان ده؟ آیا زندگی انسان یعنی خور و خواب و خشم و شهوت بلارده؟ شغب است و جهل و ظلمت یا شغب است و عیش و اشرت بوده زندگی؟ آیا حیات انسان بوده چی انسان gəlib bu aləmdə məsələn 80 il ömr eləyə, bu 80 ildə məsələn bir 3000 kilo ət yeyə, bəli, bir neçə min kilo düyü yeyə, neçə min kilo buğday yeyə, izdivac eləyə, tolidi misl eləyə. Bu da zindəci insan. Məfhum zindəci bu cürdür. Əgər zindəci biz əvvəldən bu cür təfsirləsək, əvvəldə şikəst yemişik biz. Elə həmin əndişə bizə şikəst veribdi. Həmin fikr bizə şikəst veribdi. Bu şikəst nə vaxt zuhura gələcək?
ölüm vaxtında görəcəksən şikəsti mütləqi. Bizim hamısı əldən getdi. Heç birisi qalmadı. Hamısı fani oldu. Məntiqi Qur'andır. Kullu mən əleyha fan və yəbqa vəchü Rabbikə zülcəlalı vəl-ikram. Fəqət vəchullah baqidir. İnsan ki vəchullah ola, əməl ki vəchullah ola. Yəni insan vaxti baqidir, əbədiyyətə müttəsil ola. Özün əbədiyyətə müttəsil eləyə. Bu insan aradan gedən deyil, həmişə baqidir. Məsələn, bu aləmdə də baqidir. Vəchullah olan bu aləmdə də baqidir. Tamam insanların müəllim zindəcisidir, müəllim həyatıdır. Ənbiya aradan gedən deyil, imkanı yoxdur. Tamam zibayilər onların vücudundadır, vəchullahdılar. Pəs ümdə budur ki, insan gərək öz zindəcisin dürüst təfsir eləyə, öz hüviyyəti vücudsin ki, o təfsirdə tətbab insanın üzünü açılır. Əgər insan özü məhdud elədi aləmi təbiyyətdə, zindəci insan olayı zindəci zəmbur əsəl. Biz sistemi ki, bal çibini var idi, həmun sistem insanın zindəcisini piyad olayı. Aləm olayı bir kənduy kuçeç insan. Evi insan olayı bir dənə balaca kəndusi insan üçün. Həmun ev o, idarə, mətəb, məğazə, hər şuğli ki insanın aləmdə var, olayı kənduy kuçeç bəray insan. Çün nizam-ı təbiyyətdə biz zəmbur əsəl işiyordu. Cəmriyə, yiyə tolid eləyə. İşiyordu qaça, yiyə tolid eləyə. Və ləzzət apara. Zindəcisi bu cürdir. Və həyatı da dəruni kəndudədir. Nəxəkisi də oradadır. Qoy insan aləmi bir cür təfsir edir. Görəysən eyni əndişəyi zəmbur əsəldir də. Belə təbdəvədən, kəbkəvədən sonra ki, az nəzəri elmi sabit olubdur, 15 milyard rabitəyi elektriki insanın məqsisində vardı. Hərəkət eləyik, cümbücüş məqsi insanda. 15 milyard. Bu 15 milyard rabitəyi elektrikini insan sərf eləyib, bir dənə çibindəki bu aləmdə yaşayır. Bir dənə arətəki bu aləmdə yaşayır. Bu insanın əvvəldə şikəst yeyibdir. Day bu insana hürriyyət mənası yoxdur, sədaqət mənası yoxdur, şəhamət mənası yoxdur, şücaət mənası yoxdur, İsar mənası yoxdur, infaq mənası yoxdur, ədalət mənası yoxdur. Nə mənası var? Nə mənası var mən özümdən çıxam? Axı insan rabitə ictimaisində istəsə sədaqət nişan verə özündən çıxır, istəsə ədalət nişan verə özündən çıxır, istəsə məhəbbət nişan verə özündən çıxır. Hitey vücudsi artıy, amma sual budur ki, nə mənası var? Ondan insan dusarı puçi gərayı olur, cami insanı az həm qusixdə olur, xanavadə insan az həm qusixdə olur. Ki mərhum Ayətullah Ruzma Burucirdinin rəhmətullah teala aleyh bir nümayəndəsi varmış Almanda. Əvvəl məscid-i şiələr ki, behtarin məscid-i Almanda tikilibdi. Məsciddir ki, mərhum Ayətullah Ruzma Burucirdinin dəsturu ilə tikilibdi. Çox belə ziba yerdə, kənar dərya, gözəl. Xub gələn məsacidə imkan xəş deyəsən, cavanlar da cəzb ola da, yol məscidə vardır ki, məsələn, toza batıbdır, torpağa batıbdır. Gələk imkanatı bu məsaciddə amadə eləyək, nəsli cavan ziba pəsəndidir, gəlsin gözün hər nəmərə cəm edir. İmkanımız olur, hər qapıdan gələn keçdə verirdi, yedim məclisdə. Hər nəmənəyə pul xəşlənir, görəksən, nə mənə
konsert nəminə təşkil veriblər, konsert nəminə milyonha, qahi milyardaha xərclənir. Amma gəlirsən məsail təbliği diniyə hamının əli bağlanır. Şeytan bətər iş görübdür. Bətər iş görübdür. Evimizi yıxıbdır. Hala o gözəl məsciddə bir dənə də alim İrandan gedib nümayəndə ağa orada təşəyyüdü təbliğ eləmək Almanda. Nəql eləmiş özü bir dənə ustad danışgah ki riyazi danidi, onunla bir müddət rabitəm oldu, rabitəyi məhəbbəti. Dəvət elədim İslam'a. Bir məsələ-i riyazi mətrəh elədi. Hala mənim huzur zihnim yoxdur məsələ-i riyazını burada mətrəh eləməyə. Dedi bu məsələ-i riyazını sizin danışmənləriniz həll eləsə, mən müsəlman olam, şiə olam. Dedim ki bu ki Əmirül-Möminin həll eləyibdi bunu. 1400 il bundan qabağa bir məsələ-i riyazı vardı, Əmirül-Mömin rivayət oxudum, elə orada şiə oldu. Dedim möcüzədir bu. Herkes həlliliğin möcüzədir. Kəlamat-ı Əmirül-Mömindir. Vücud imam budur da ha. Alim bima kan, bima yakun və bima huve kain. Bima yakun və bima huve kain. İmam həm güzəştiyə ağahdır, həm feylə, həm ayəndiyə. Tamam ulumə darad imam. Onlar ki imaməti həsb elədilər, dedilər kəfana kitabullah, anlamadılar. Zülm elədilər bəşəriyyətə, zülm elədilər cahan İslam'a. Əgər kəfana kitabullah tək bizə bəhs edir, müsəlman bə niyə bu günə qaldıq? Niyə zəlil olduq? Çünki kitabı gərək başa düşən ola, qanunun yaxçı mücrisi də gərək ola, mücri kamil. Nə qədər gözəl qanun vardır, vəli üçün kamil mücrisi yoxdur, qanun icra olmayır. Əgər Qur'an həm oğcu kəmalindədir, amma bir insan ki olmaya bu Qur'anı icra eləməyə, Qur'an dərdə dəyməz ki. Qanun dərdə dəyməz ki. O özü bəhsədir məsələ imamətdə. Ondan deyil, neçə gün ondan sonra bu ağay riyazidən məriz oldu. Bəzi adamlar bilməyəm nə iş görək, Allah aqibət-i əmrin xətm bi xeyr eləyik. O həmişə bu duanı eləyün. Allahümmə cəl əvaqibə umurina xeyra. Həmişə bu duanı eləyün ki, nəql eləyər üləmaların birindəndir. Həzrət İmamdan o vaxt şagirdi idim, bahəm gediydim Həzrət İmam Xümeyninin rəhmətullah teala aleyh. Həzrət İmam məndən sual elədi ki, əl-an vəhy nazil ola Allah tərəfindən məndən nə istəyirsən, istəcinə nə istərsən. Dedim, mən elm istərəm, deyərəm, doldurub sinəmi elmlə. Həzrət İmam dedi, yox, mən Allahdan istərəm, Allah aqibət-i əmrimi xətm bi xeyr eləcəkən. Reysən çox mühümdür. Onlar ki, zəhmət çəkiblər bu nizami Cumhur İslamda, görürsən, hamısı motqur eylər. Bir xatirin ki, sən yox, get kənara, riyasət səndə olmasın. Davayı riyasətdir. Davayı dünyadır və illa desin, filan əhkam şəriyyət yerdə qalıb, ona xatır gəlmişəm səhniyə. Mən əlin öpüm. Mən başını ona qurban verim. Desin, filan əhkam şəriyyət yerdə qalıb, ona xatır mən cəmiyyəti çəkiyəm, qiyabanda qoşuda veriyəm. Hansı əhkam şəriyyət yerdə qalıb? Şəriyyətin işi olan var. Davadır riyasətin üstünə. Bu sözləri deyəm, biraz təbəssür olsun camiəmizdə. Gərək bəhsir olaq. Tənha bu cür olmasın ki, fəqət bir mövzuya deyək, oxuyaq, onun rozə deyək, çıxaq edək, amma vəziyyət feilimizdən xəbərimiz olmuyor. Gərək bilək. Deyəm, o aqibət bir xeyr, deyək, bimaristanda məriz idi, getdi miyadətinə, görüşünə. Ondan dedi ki, izhar nicarani elədi, dedi ki, budur ki, əlayim görsünüm, mən öləcəyəm. Öləcəyəm mən. Dedim, inşallah Allah səhət verər, nicarani olmacınəm. Dedi, ölüm həqdir də, amma nicaranın bir alahi cəhətdəndir. Nicaranın bu cəhətdəndir ki, bu cəhətdən mən nicaranəm ki, oğlum gəldi burada, mənə bir baxdı, heç mənə bir gərm halımı soruşmədi. Ki, ata nəcürsən, kefün nəcürdür, Harun ağrıyıq. Ata kanal feyzi pərverdiqarı aləmdə, ha? Ki, şəxs gəldi Peyğəmbərə, ərz elədi ki, ya Rasulallah, günahkaram.
Nə eləyim Allah bu günahımı pakləsin? Peyğəmbər buyurdu, get atova ehtiram eləcəkən. Get atovun əlindən öpkən. Dedi, ağa, atam ölübdür. Həzrət buyurdu, get atovun qəbrin ziyarət eləcəkən. Allah tamam günahları bağışlar. Dedi, ağa, atam səfərdə, qürbətdə ölübdür, qəbri bəllidir. İmam buyurdu, həyət üzdə, Peyğəmbər buyurdu, həyət üzdə bir xət çəkkinən, bu unvanı qəbri Peyğəmbər. O dağları qoy o xəttin üstünə, o xətti öpkən Allah səni tamam günahlarından keçsin. Gör, nə mənədir atan, adam cavanlığında xərab eləyik. Eşit nəsiyyəti xərab eləməklə. Adam cavanlığında anlamayıq. Fürsət əldən gidəndən sonra fəqət adama xüsusə qalıyıq. Ah, qalıyıq bəsatı adəmdə. Dünya istəysən ata-ana, axirət istəysən ata-ana. Və nə istəysən? Hər yanda işvə girə düşüb ata-ilə rabitəyə cürracına. Onlar bir dua eləsinlər, Allah tamam duaları müstəcab eləsin. Müşkülün həll olsun. Həm dünya, həm axirət. Deyir, ondan o, dedim ki, nədən nigaransan? Dedi, qorxuyam oğlum, mən öləndən sonra mənim cəsədimi sata qalbut şikafiyə pula xatir. Gör, nə qədər insan münhədd olar? Nə qədər insan süqut elər? Vəxti insan əbədiyyətə təvəccüh eləmədi, hüviyyəti vücudin dərk eləmədi. İnsan əvvəl zindəcində bərşikəstədir, zindəcisinin hasılı yoxdur. Ondan dedim, nigaran olma, sən müsəlmansan, səni yaparım müsəlman qəbristanda dəfn eləyəcək. Bizim öhdəmizə. Dünyadan da getdik, əcələ ilə götürdük, apardıq, qusl verdik, kəfənə büktük. Qəbristanda dəfn eləyəndə bir dənə gördüm oğlu gələk əsəbaniyyətlə. Mən bunu dedi, 60 mark o zaman Almaniya satmışdım, siz mənə xəsarət vurursunuz. Bu dünyadır ha. Dünyayı qərb ha, modu ki verək əfqarımızı uteylər, apareylər, tahacını fərhənci eləyir. Bu da əfqar. Bu da dünyayı qərbidə üçün insanı dürüst təfsir eləmədilər, insan puçigara oldu. Nəhayəti zindəki insan rəsidən bir Hiçistan. Hara çatdın? Hiçistana. Heç əlinə gəlib bəşərin. Nə əlinə gəlir bəşərin? Ha? Ondan da çıxartdım 60 markim verdim, başını saldı, fori çıxdı, getdi. Pəs gərək biz insanı istəsək tərbiyyət eləyək, insan özün tərbiyyət eləyək, gərək məhfum-i zindəgisini tapa. İslam deyil, din deyil, insanın həyatı təbiisiğunçə-i həyatı əbədisidir.Ğunçə-i həyatı əbədisidir. Yəni insanın bir həqiqəti var, onunğunçəsi vurulubdur bu aləmdə. Hər birimizin vücudumuzdağunçə-i insaniyyət vardır.Ğunçə-i həyat əbədi vardır. Buğunçəni görə şükufə eləyəsən. Ta təvəccüh elədin Allaha əbədiyyət mütləqə ki, insan ruh əbədiyyətdir, buğunçə açılı insanın vücudunda. Bu dünyada ətrin görərsən. Bizə ölümün müşkülü yoxdur. Ölüm, yəni şükufa olmaq buğunçə insaniyyət.Ğunçə ki, ruh-i adəmi nəfəqdu fihinin ruhi. Oğunçələni, onun şahı bərci açılıq. Ölüm odur. Və çətindir. Buradadır insan fatih olur.Ğunçə qu təncidəl az kar furu bəstə məbaş. Vəzdəmi sob mədəd yaviz ənfas nəsim. Bu qunçə güllə görəysən, bəstədir. Aləmi təbiət insanı bəstə eləyir. Qunçə istəsə aça, həm gərək bunu gündəyə, həm sübhün nəsimi dəyə ona. İstəsən canın qunçəsi açıla, həqiqət vücudun zuhura gərək özü aparasan, Allah-u nuru səmavatı vəl ərzə vəsl eləyəsən. Nuru tevhid vücuduya düşə. Liza Kur'an buyuruyor, Allah buyuruyor, "Qəcca'akum nurun min rabbikum." Kur'an'a buyuruyor nurdur. Peygamber nurdur. Ayat nurdur.
hamısı yuxricuhum minəz-zulumati ilən-nur. Allahu veliyyullezine amenu yukhricuhum minəz-zulumati ilən-nur. Allah'ın vilayətinə getdin, Allah insanı tarikilərdən, qaranlıq aləmlərdən ki, şəhvət qaranlıqdır, cəhl qaranlıqdır, xuruxab, xəşm və şəhvət, şəğəbəst, cəhl, zulmət, eyş, işrət, hamısı qaranlıqdır. Allah o zülmətdən insanı varid eləyir məqam-ı nura. Məqam-ı nura insan varid eləyir. O cinə çatı insan hingam-ı مرگ bu halı قمچه گو تنجیدل از کار فرو بسته نباش اگر هم gördün sinön təncidi nicaran olma ginen süb oyaq ol ginen koy sinö Allah şərh-i sədr versin şərh-i sədr istəysən tapasan süb nəsimi sübhə özü ərzə ver ginen Allahla danış süb vaxtında yatma ginen orada rəmz-u raz vardı əldən verməklə vəzdəmi sob mədəd yabi zənfası nəsim həqiqət aləmində insanın ruhi bir nəsimə niyaz var idi ta zuhura gələ pəs به قول معروف جان تو همچون درخت مرگ برگ İnsanın canı ağaç təkidir, ölüm bərci bu ağacdır. Pəs ölüm fəna deyil. Bərci həyatı adəmi idi, hasili həyatı adəmi idi. Hamı رو به مرگdir, nə nabudi? Bəlkə رو به şükufa şüdən, həqiqət insan orada tamam vücud zuhura gəlir. Ona müntəzir olma, buradakı elə külüncün vurdun bu həqiqətin, elə buradan uçmaya başlanır, insan uçacaq, gedək. Amma uçarsan ha. Qahi görübsən ha, adam toğ istəyimizin başını kəsər, bunu xorucu tutubsan başını kəsəmə ha. Ta qanadın qoymayıb sənə ayağının altına, başını kəsməli deyir. Ayağından tutubsan ha, amma qanadlarınla möhkəm vurur, elə möhkəm vurur. Yorulmayın. Bir nəfər buzurqanın biri buyuruyor, əgər bu xoruzun məğzinə geçsin, baxsın məğzinə, məğzində o elektronlar keçdi, bu cümləni xoruza ilham eləyir. Xoruz deyir, mən bir nəhayət qanad vuracağım, ayağımdan yapışma, uçməliyəm bir nəhayət. Amma çün sənin işraflarındır xoruza, deysən, bihudə qanad vurma, ayaqların bəndidir. Fəqət yorulacaqsan, can verəcəksən, uçmayacaqsan, xiyal eləysən. Bu həqiqəti vücudu adəmi idi. İnsan vaxtı ayağın bənd elədi şəhvətə, ayağın bənd elədi təməə, nəfsə, pula, ayağın bənd elədi çeşmə əbrusuna, mehrab-ı ayinədə əsir oldu. Hər cavanın bir mehrabı var, mehrab-ı ayinə. Hər gün əsiri qaşıdır, burnidir, gözüdür. Qahi görəsən qaydı ağlama etiraz edir. Bu nə burundu mənə verilirdi? Xiyalat da puçi gərayı. Bu nə gözdür mənə verilib? O vəznən gedən bu cür deyir ki, 40 sinlində hala gəlir. Yox, 40 sinlində elə ki, görə bir xətti çuruk yüzünə düşübdü, surəti təğyir yeyibdü, ölümü başlanır, o ləhzə ölür. Öldü, şikəst yedi. Şikəst yedi. Onda nişat qalmır. Amma o iş əhli tohiddir. Nişat tapır. İstəysən, üçəsən gərək ayağı açasan. İnsan üçün ayağı bəndi bu dünyadır, bəndi həvəsləridir. Zindəcini o cür təfsir eləyib, çox da bu aləmdə qaçey, hayhuy saley. Dünyanı səsi götürək, amma həqiqət aləmində üçməyibdir, can verir. Hiç hasili yoxdur. Ha, این جهان همچون درخت است ای کرام ما برو چون میوه های نیم خام
Mən bir dəfə də bunu nəqlində bir cələsədə ərz elədim. O əvaili cəng, şühədaların şəhadətnamələrin oxuyaydı, zoqa gələydik. Şoq-u şəhadətdən adam gecə günü zağlı idi. Amma hala cəbr-i zamanə idi, nə mənə idi, bənd oldu, bizi saxladı. İstədiyimizə çatanmədik. Xoş halın olar ki, çatdılar. O vaxt vəsiyyətnamənin birini oxuyaydım. O vaxt elə bu şeiri hifz elədim. O zaman tələbə deyildim, henüz tələbə olmamışdım. Salı məsələn 60. Vəsiyyətnaməni oxuyun, şühədaların biri zimnin ki, bir calib vəsiyyətnamə yazmışdı. Gözəl, ondan bu şeiri Mevləvini yazmışdı. İn cahan həmçun dirəxt dəstəy kiram. O vaxt əzbərlədim. İn cahan həmçun dirəxt dəstəy kiram. ما برو چون میوه های نیمه خام بیشممش bu dünya ağaca bənzir. Bəşər xam meyvədir. Bu ağacda. Bu xam meyvə mərahili vardı ki, gərək bişən. Gərək bunun sayədən çıxar. Nur buna düşər. Rabitəsi gün ilə bərqərar ola ta kəmalə çata. Bəşər də meyvədir. Meyvəyi aləmi xilqət bəşərdir. Bəşər چون عالم خلقی بالله تو خوشی و خوب و کانی هر خوشی حیف باشد منت باد چشی. ای بشر خوشی عالم sensən, aləm sənə sərməstdir. Aləm buna xatir xoşaldır ki, insan tolid olubdur. Hey باشد منت باد چشی. Bir dənə ağac, ənqur ağacı iftixar eləyir ki, meyvə tolid eləyir insan yeməyə. Hala sən də əsirsən ki, məsələn, ənqurdan şərab tolid eləyəsən, məst şərab olasan. Heyf başəd minnət badı kişi. Özü tanımadın. Aləm sənə məst. Qəydün sən də bu aləmə məst oldun. Bu nişanəyi budur ki, özü tanımayıbsən. Və illa gedək bu aləmdə insan məstanə yaşayar. Necə ki, mərhum Şeyx Bahadır, Saqiya bede cami, zan şərab ruhani, ta demi بیاسایم زین حجاب cismani. Olar Allah mənə bir cam şərab توحیدdən verəsən içər. در میخانه بگشایید برویم شب و روز که من از مسجد و از مدرسه بیزار شدم. و حضرت امام şeiridir. Meyxanəni aç, yəni cam şərabı tohiddən mənə içir. Olmasın fəqət 5 dənə ləhbsə ürək bağlayam. Ağa düşdürdü, ağa alimdir, ağa mühəndisdir, ağa çi ünvanlar ki aləmdə olur. Onun ilə insan təvərrüm xiyali tapır, insan kəmal tapır ki. که من از مسجد و از مدرسه بیزار شدم. یعنی bu zəvahiri həyat maddi insanı bir yerə çatırdan deyir. Qah insan məsciddədir amma Allahı tapmayıbdır. Allahı gərək özün tapasan zindəki məfhum tapa. Özün nə bu unvan ki mərizsən Allahı tapıbsan fəqət şəfva xatir Allahı istəyirsən. Nə be xatirin ki fəqirsən Allahı tapıbsan fəqri rəf eləməyə xatir. Nə be xatirin ki ənva-i niyazlar aləmdə hasıl olayı insan üçün niyazına xatir Allahın qapısını döyür. Gərçi Allah şəfidir, gərçi Allah qənidir, gərçi Allah muğnidir, gərçi Allah cavab verəndir. Amma ona xatir yox, biz həstimizdə girək əbədiyyəti tapaq. O ki Allaha mərizənə xatir çağırır. Ta mərəzi var, Allahı çağırır. Mərəzi rəf olandan sonra rabitəsini qətirir. Rabitəyi ləhzəyidir. Və çə bəsadə cavab verilməsə hər nəyi inkar edirik. Bu pusigərayı Allahın özün tapkinən dinən pəsəndəm ansıra canan pəsəndət. Əgər məriz deyiləsən aşıqınəm, öldürsün də aşıqınəm. Bəli, این جهان همچون درخت است ای کرام ما برو چون میوه های نیمه خام سخت گیرد خامه ها مر شاخ را زان که در خامی نشاید کاخ را. خام میوه نه محکم ağacdan yapışır.
Uşaq vaxtı biz görürdük, kitdə ataydı ağacın başına bir dənə məsələn alçanı başından vurub salmağa yerə. Qoppeydi. Ağacısı neydi? Qoppeydi. Qahib içi kəsi qoppeydi orada. Amma meyvəyi ki məsirin tey elədi, gidirsən birinin ağacın dibinə özü düşübdü. Bir balaca ağacı təkan verəysən, zəban halı budur ki, bura mənim vətənim deyil. Vətənim budur ki, insanın əlinə düşəm. Vətənim budur ki, insan məni yiyə. Çün toxxoşi و خوب و کان هر خوشی. Aləmin intihası insanlı da insana əsirdir. Diqqət edin. Amma ما برات چون میوه های نیمه خام سخت شیرد خامه ها مر شاخ را زان که در خامی نشاید کاخ را اولوب که خام میوه چال میوه اپاراسا مجلس مهمانیه چال میوه قابلیتی یختی فردا لقاء الله دی آیا çal insani Allah'ın liqasına parmaq olar? Yox, gərək bir şəsən bu aləmdə. Bu aləmdə çün bepoxdu, gəşt, şirin ləbkəzan, söz şirət şaxəha ra bəhdəzan. İnsan meyvə bişəndən sonra ağacda söz dolu, balaca hərəkətlə gedir. İnsan nə cür? Çün əzan iqbal şirin şud dəhan, söz gəş bər adəmin mülki cahan. Əgər Allaha iqbal eləyəsən, bunu dadasan, dadmalıdır tevhid. Tevhidi gərək tapasan həyatında. Çə fəqr ola, çə ğina ola, çə mərəz ola, çə səhət ola. Həmi halda Allahla olasan, Pərverdigar aləmlə. Bəli, ondan bu insan bişər, bişdin, şükufələnərsən. Bu aləmdə insanın şükufəsi açılar. Bu insandır ki, hər təm-i əbədiyyəti dadar. Vaxtı təm-i əbədiyyəti daddun, çuni çera insanın zindəgisində qalmay. Hər vaxt əhkam-ı şəriyyətdə Allaha nisbət çuni çera mətrəh elədin, məlumdur, həyat-ı əbədiyyəti dadmayıbsən. Dadanın çuni çerası yoxdur, aşıqdır haq tərəfinə getməyə. O eşq insanı üçün yazılı, liza Sa'di də deyil, گفته بودم چو بیایی غم دل با تو بگویم. یاره nə deyil də, غمجینم əgər gəlsən غمmi sənə deyərəm. چه بگویم ki غم از دل برود چون تو بیایی. Amma vaxtı sən təcəlli eləysən, غم yoxdur ki. Görəyəm hər nə sən bəssən sənə, mərəz nə mənədir, səhət nə mənədir, ölüm nə mənədir, ölmək nə mənədir. Liza Əba Abdillahul Hüseyin bu cümləni buyurdu, orada buyurdu, elhamdülillah. Həmd elədi Allaha və bəd buyurdu, maşallah, hər nə Allah istəsə o olar. Və la havlə və la quvvətə illa billah. Əba Abdillah bu cümləni deyəndən sonra buyurdu, və sallallahu alə rasulih. Allah Peyğəmbərə salavat göndəricilən. Sən də bir salavat sikdilə. Bəli. Bəd buyurdu, xud təlmut. Bax, burasından qulaq asa. Məktəbi Əbu Abdullah Hüseyin əyləşmişikdə, bir dərs alaq, bir şoq ola zindəcimizdə. Məhərrəm bizi əvəz eləməsən, hasıl yoxumuzdur ki, hərəkətimizdə. Sina vurmağımızda, qusta yeməyimizdə. Gərək bizim əndişəmizi əvəz eləyə, fikrimizi əvəz eləyə, əxlaqımızı əvəz eləyə, xanavadəmizi əvəz eləyə, camiəmizi əvəz eləyə. Bu cür olaq. Ondan ola kullu yawmin aşura, kullu ərzin Kərbəla. Gərək burada Kərbəlanı dirildək öz həstimizdə. Aşuranı dirildək öz vücudumuzda. Və illa bəhra aparmamış ya. Heyfid insan Əbu Abdullah Hüseynin qapısına gələ deyən, məsələn, dünya müşkülümün hamısı həll oldu. Bəli, həll oldu, amma dünyadır. Dünya heç gəlmişdin. Ziyarət-i Aşurada bizə özləri örgə deyilər, axırına çatanda deyilər, bizdən, Allahdan üstün bizim tək olasınız. Allahdan üstün bizim tək yaşayasınız. Allahumma cəl məhyaya məhya Muhammedin və ali Muhammed və məmati məmatə Muhammedin və ali Muhammed. Bir dənə salamla rabitənin kilidi vuruluyuk. Necə ki, məsələn, rəmz vardır, məsələn, şumara telefonu, salam rabitədir bizlə əhl-i beytin arasında. Ta salamı verəysən, tutaylar əlini, deyilər, gəlin bizim tək olun, Allahdan üstün bizim tək olasınız.
Budur məfhumu zindəgidə, məfhumu həyat. İmam Hüseyin buyurdu: "Xuttal maut ala vulid Adəm, məxattal qalada ala cidil fetat." Fetat buyurur necə ki cavan qızların gözəllikləri ondadır ki, bir gərdənbənd təlayi murvarid gərdənlərindən aslıyalar, gözəllikləri, onun gözəlliklərini artıq. İmam Hüseyin buyuruyor, Allah bir gözəl gərdənbənd bəni Adəmin boynundan aslayıbdır. O gərdənbənd budur ki, öləsən. Çünki orada həqiqət insan görsənək. Gör, nə qədər zibadır. Bu fikrin sahibi, bu əndişənin sahibi əbədiyyətdə qərqidir. Tevhiddə müstəqrəqdir. O gələr bir həmasə yaradar, tamamı bəşər mütəhəyyir qalar. Tamam aləm mütəhəyyir qalar. Hər kəs təvəccüh eləsə mütəhəyyir qalar. Mat qalar. Hamını mat eləyibdir aləmdə. Şah-ı şətrənci həmasədir. Hamısını mat eləyibdir. Görük, kimin qapısında əyləşmiş? Əba Əbdüllah Hüseyin. Bu əndişədir. Ondan insanlık Fatih. Liza ərz elədim, Abdullah Cavfiyə dedi, Abdullah, sən çox günah eləyibsən. Ki, müfəssəl bəhs elədim, 2 cələsə bundan qabağa. Həzrət bunu çox günah eləyibsən. Gəl məndən ta piruzya çataq. Fəth eləyəsən. Ağa, sən ki, hamını aparaydın ölümə. Məlumdur, fəth buradadır ki, şəhadətə çatasan Allah məhzərində, İmam Hüseynin məhzərində. Kələməsinə baxa. Gəl buyurdu, gəl məndən ta səni piruzya çatırdım. Fatih olasan aləmdə. İnna fətəhna ləkə fətən mubina. Bu fəth nə fəthidir Allah. Allah imam zaman gələr, biz də bu fəthdən dadaq. Allahu Ekber. Canlarımızı qurban edək. Canımızı qurban edək. Babər eləyən əgər o cavanlar 2 dövranı cəngidə difa elələr bu məmləkətdə, Əlinin ətrafında olsaydı, Əli dünyanı fəth elərdi. Tarixi bəşəriyyət əvəz olardı. Olmasın o qafilə-i şühədadan cavan dalı qalasan. Nizam, Kərbəlada Həzrət bir yaz yuxuya getdi, əyləşdi yerdə bir çortu bir halət-i mükaşifədir də o halda. Bəd Həzrət başın qozadı buyurdu ki, gördüm ki bu qafilə hərəkət ilə gedək, amma bir munadi dalımızca nida vureydi, bu qafilə rubi mərc gedək, ölümə tərəf hərəkət eləyik, şitab eləyik ölümünə. Ondan Əli-i Əkbər cavan dedi, əbətə, əvələsna ələl-həq, məgər yolumuz həqdir, düzdür, Allah deyəndir. Həzrət buyurdu, bəli oğul, haqqı. Ondan buyurdu, fəizən la nubali bil-maut. Day, ölümdən qorxum yoxdur, əlan ölüm gəlsin. Çünki Allaha tərəf gediyəm. Ondan sonra İmam Hüseyin də əllərin qozadı, dua elədi Əli-i Əkbəri. Bəli, mənim bəxtim keçə izafə bəhs edəyəm əvvəli cələsədə huzur tapsız. Heyfidir ümmət xalib əlinizdən gedə, heyfidir. Xudaya olar bizdə o həyat-ı təyyibəni dadaq. Ki Allah buyuruyor, ya eyyuhəl-ləzînə âmenû istəcîbû lillâh və lirrəsûl izâ da'akum limâ yuhyikum. Allah çağırır, Peyğəmbər çağırır, gəlin dirilin. Dirilin. Xudaya məgər mən diri deyirəm. Yox, əgər fəqət yemək içməkdir, diri deyilsən, ölüsən. Diri odur ki, Allahı tapıb. İnsan Allahı tapdı, hər nəyi tapıb. Çatdı məqam itminana, aramışa. Mərhum Durri Nəcəfabadi, hala bu rozəni məndən də eşidin ki, tikrarən ərz eləmişəm. Mərhum Durri Nəcəfabadi varmış, Tehran'da mənbərə gedərmiş. Bir dənə cavan nəqli öz zamanında ki,
bir dəfə mah Ramazanda mənbərdə bəhs idi, apardım Hafizin şeirini qoydum qabağına, dedim bu şeirin mənə məna eləcəkən. Muridi pir muğanəm, zeməm mərəncə şeyx, çera ki vədi to کردی و او به جا آورد. Mənası nə mənadır? Pir muğanın aşıqıyam. Şeyx, məndən narahat olma. Ey şeyx, sən vədə verdin, pir muğan yerinə gətir. Sən vədə əməlləyənmədin. Dedim, bu şeyx kimdir? Pir muğan kimdir? Dedi, bu şeyxdən murad Adəmdir. Pir muğandan murad Əmirül-Müminin Əli ibn Əbi Talibdir. Hafiz dey, Adəm, mən aşiq Əliyəm. Narahat olma, gərçi sən şeyxsən, böyüksən, atamsan, əvvəl sənsən. Amma mən aşiq Əliyəm. Buna xatır ki, Allaha vədə verdin, o şəcərədən yeməzsən, o buğdadan yeməzsən, amma nəfsi saxlayanmadın məsələn. Özü saxlayanmadın. Yedin, dəsturu hubut gəldi. Əli bir ömr bu aləmdə buğda, dünya neməti qabağında idi, yemədi. Heç dəstur gəlməmişdi yeməcinə. Yemədi. Bu cür məna elədi. Bu hürriyyət insan. Onun deyil, o ili öldü, dünyadan getdi. Mah Ramazan qüssəli oldu. Getdim, məsciddə otdum, biraz ağladım. Ondan getdim evə, ya məsciddə bir yuxuya getdim. Yuxuya gedəndən sonra gördüm, mərhum Durri Nəcəfabadı gəldi. Gələndən sonra burada cavan, keçən il o şeiri düz məna eləməmişəm. Burada Hafizin özündən sual elədim. Dedim, Hafiz, bu şeirin mənası nədir? Hafiz belə məna elədi. Muridi pir muğanəm, zeməm mərəncə şeyx. Murad pir muğandan dedi, Əbu Abdullah Hüseyndir. Şeyxdən İbrahimdir. Muridi pir muğanəm, mən aşıqi Hüseynəm. Məndən narahat olma günəm Cənab-ı İbrahim. Çera ki vədə tu kərdi, o becavə. Sən vədə verdin Allaha İsmaili gətirəsən, qurbanqahda zibh eləyəsən. Amma eləyə bilmədin, amma Hüseyin balaların getdi qurbanqah. Tamamı həstisin, daraysin, ovladın, qardaşların və oğlu Əli Əkbəri getdi qurbanqaha. Allah nə qədər Əli Əkbəri ağa Əbu Abdullah Hüseyin istəydi. Bilməyəm nə qədər çətin idi. Özü buyurək, özü buyurək, Allah şahid ol ki, bu cavan bir cavandır, danışığı peyğəmbər, əxlaqı peyğəmbər. Bəli, xilqəti peyğəmbər, tamamı cəhad-ı zahiri batinindən peyğəmbərə şəbihdi. Və hər vaxt gölümüz istəydi, peyğəmbəri görək, Əliyini hazır eləydi, tamamı xanavadə Əli Əkbərin qiyafəsinə baxıydı. Ondan o cür Əli Əkbərlə Xuda hafizlik elədi. Əli Əkbər yola düşdü, ağa Əbu Abdullah Hüseyin elə həsrətlə dalı sizət baxıydı, elə baxıydı. Əli Əkbər dalı baxmadı. Getdi bir cəngi elədi, əcəb cəngi. Əcəb cəngi bu cavan. Haşibilər hamısı mədəni şücaətdirlər də. Hamısı mədəni şücaətdir. Deyək, nə işlər gördülər, nə cür düşməni pərakəndili öz yerində. Amma bəsəti cəngidə yenə ahəngi qəsd elədi ki, gələ atasının görüşməyinə. Bəzi buzurqan belə məna edirlər. Əli Əkbər biliydi, xeymilərdə su yoxdur da. Roşən mətləbdir. Amma biləydi, babası göylü istəyib, bir də Əli Əkbərin qiyafəsinə baxsına baxdır. O da gəldi, atası ilə yenə qol boyun oldu. Ərz elədi, ya əbəta əl-ətəşü qətələni və siqlul hədid. Baba, atacan, məni təşnəlik qudrətdən salıb və bu ahənin fişarı ki, libas şeymişə. Ola bilər mənə bir içim su versin, cəng eləyəm. De ağa dilin çıxardı, qoydu Əli Əkbərin ağzına. Gördü ağa o qəd təşnədi, təşnəlidən ağzında dili quruyub, xoş gedir.
Daldalı qeyd yerz elədi ya əbəta əndət canım minni. Ay imam buyurdu oğul ged meydana bir ad cəng elə. Əlan cəddün peyğəmbər müntəzirdi səni sirab eləməyə Əlican. Ayrıldı atasından bir muxtəsər cəngdən sonra ağa zəxmi oldu. Başına şəmşir dəydi, qan töküldü gözlərinə. Əlini atdı atın boynuna, at aparsın xeymiyə. Başının qanı töküldü atın gözlərinə. At apardı leşkərin vəsətinə. Biləysiz nə oldu? Fəqət təuhu irbal irbaya. Əlini bənd doğradılar. Birden seslendi ya beta haza ceddi yukrukas selam. Ebeta özü yetir babam peygamber gelip Kerbela'ya sana selam yetir. Bunun manası buydu, Ali dünyadan gitmişti. Ağa ile süretiyle geldi, ne çeşti Ebu Abdullah Hüseyin'e. Oturdu Ali Ekber'in başı üstüne. Ey seslədi Ali veledi, ses gelmedi. Başını aldı dizi üstə, seslədi Ali veledi, gene ses gelmedi. Apardı başı sıktı sinesinden. Yüreği aram olmadı, o ağara sakalın koydu elinin kanlı yüzüne. O senden sonra bu dünyaya kül alsın. Ala la'netullahi alel kavminiz zalimin. Xudaya qəlblərimizi nur-i mərifətlə, imanla, öz məhəbbəti ilə münəvvər elə. Əhl-i beytün mərifət və məhəbbətin gün bizə artır cinən. Xudaya bizi salih bəndələrindən qərar ver cinən. İmam-ı Rahil şühəda qəriq rəhmət ilə. Məqam müəzzəm rəhbəri tulu kəramət ilə. Barilaha şərr düşmənan İslam, düşmənan aləmi təşəyyü özlərinə qeytər cinən. Xudaya düşmənan nizam-ı cumhur İslami, onları ki qabil hidayət döylər, məhv nabud elə cinən. Barilaha aqibət əmrimizi xətm bi xeyr elə, bi bərəkət salavat bər Muhammed al Muhammed.